1994-cü ildə Amerika Birləşmiş Ştatlarında 13 yaşında olarkən yoxa çıxan Arizona ştatının sakini 32 il sonra sağ tapılıb. Qızın itkin düşdüyü vaxt yerli hüquq mühafizə orqanları, könüllülər və regional resursların iştirakı ilə geniş miqyaslı axtarış işləri aparılıb. Ərazidə həyata keçirilən hərtərəfli tədbirlərlə dindirmələrə və istintaq hərəkətlərinə baxmayaraq uzun müddət heç bir nəticə əldə etmək mümkün olmayıb. Christina Mariplen 16 may 1994-cü ildə ölkənin şimal-şərqində yerləşən kiçik bir yaşayış məntəqəsindən yoxa çıxıb. O sonuncu dəfə atının saxladığı tövləyə doğru gedərkən görülüb. Qız barədə məlumatların uşaq axtarışı üzrə milli məlumat bazalarına daxil edilməsinə və fotoşəkillərinin olduğu plakatların bütün ştata yayılmasına baxmayaraq məsələ açılmamış qalıb. Şerif xidmətindən bildirilib ki, işin istintaqında dönüş nöqtəsi müasir texnologiyaların və yeni araşdırma üsullarının tətbiqi sayəsində mümkün olub. Hazırda Christina itəndən sonraki taleyi və keçən illər ərzində harada olduğu ilə bağlı detallar məxfiliyi səbəbindən açıqlanmır.